Salam əziz dostlar. Mən bugün sizə Varisin Əzilmiş Fotoşəkillər kitabını oxumaq istəyirəm. Mən özüm də oxumamışam. Deyilinə görə çox gözəl kitabdır. Oxuyarıq, baxarıq. İlk dəfə oxuduğum üçün müəyyən qüsurlarım ola bilər. Üzürlü sayın. Birinci hissə, 3 mərasimi. Solmuş çiçəklər, sönmüş çıraq, ya ölmüş insan? Yox, o uşaqlığının rəng bolluğundan indi əsər əlamət qalmamışdır. Elə bir zülmət bir dünya idi ki, ha çabalayırdı, ha əl atırdı, qopa bilmirdi. Ən pisi isə o idi ki, o işıqlı dünyada onlar 2 nəfər idilər. Bir almanın 2 üzü kimi, bir-birinə bənzər olan 2 bacı. İndi isə tək tənha idi. Uşaqlıq ağlı ilə həmişə daim dörtlükdə olacaqlarını düşünərdi. Atası, anası, bacısı və o. Ata işə gedəcək, ana ev təmizləyəcək, biş-düş edəcək, onlar da bütün günü birlikdə oynayacaq, hey küsüb barışacaqlar. Axşam hamılıqla şam edəcək, televizora baxacaqlar. İstirahət günlərində isə böyük həvəslə ya gəzməyə, ya da qonaq gedəcəklər. Ataları həmişə evə gələndə onlar nəsə alıb gətirərdi. Müxtəlif ölçülü gəlinciklərdən tutmuş dadlı şirniyyatlara qədər. Qızların arasında bir yaş fərq olsa da aldıqlarını həmişə eyni edərdi ataları. O da bu eyni ilə görə özünü bacısı ilə həmyaş sayırdı. İlahi birinci sinifə gedəndə o ağlayıb özünü yerə vurmuşdu ki, mən də gedirəm. Bacısı da 2 ayağını bir başmağa qoymuşdu ki, inarəsiz heç yerə gedən deyiləm. Hətta ataları məktəbin direktoru ilə razılığa gəlib bir müddət onları eyni parta arxasında əyləşməsini də təmin etmişdi. Bacısı kimi o da özünü ağ köynək, qara yubqa, çiyindən aslan çanta aldırmışdı. Yalnız bir aya yaxın müddətdə keçdikdən sonra ona başa sala bilmişdilər ki, sən məktəbə hələ gələn il gedəcəksən. İndi isə İlahigilin dərslərinə getməklə uşaqlara mane olursan. Olduqca gözəl olsalar da bacılar fiziki cəhətdən zəif idilər. Valideynləri İnarənin bir il tez məktəbə getməsinə sağlamlığının ziyan verəcəyindən qorxaraq özləri istəməmişdilər. Yalnız universitet illərində İlahənin qəfildən Ramil adlı tələbə yoldaşına qoşulub Sumqayıta qaçması ailələrini natamam qoymuşdu. Bunu qəbul etməyən valideynləri böyük qızları ilə barışmamışdılar. Get-gələ icazə verməmişdilər. Yenə də 2-3 dəfə məqam düşmüşdü ki, İnarə sevimli bacısını görə bilsin. Onu qucaqlayıb öpdükcə öpsün. Amma bu qəfil xəbər, bu ağlasığmaz hadisə, bu ürpədici intihar. Daha ilahə yox idi. Dünyanın ən gözəl, ən qayğısız, ən şən bir qızı heç kəsin gözləmədiyi halda həyatda əlvida demişdi. Niyə, nə səbəbə bəlli deyildi. Atasının yaxın qohumuna deyikli olduğu halda firavan gələcəyinin zəmanəti ola-ola qəfildən yoxsul bir şəxsə qoşulub qaçmaqla özünü bədbəxt etmişdi. Dünyanın naz-nemətlərinə heyran həsrət qoymuşdu. Amma sevgisi böyük idi axı Ramilə. O böyük sevginin belə bir sonu olmamalıydı. Bəs niyə, nə səbəbə bu baş verdi? Həyətdə iri çadır qurulmuşdu. Ehsan verilirdi. 5 mərtəbəli binanın 2-ci blokunun 4-cü mərtəbəsindən ağlaşma səsi gəlirdi. Bu gün İlahənin 3-ü idi. Bacısını itirməsi azmış kimi İnarə indi də atası ilə anasının arasında qalmışdı. Valideynlərinin halı yaxşı deyildi. Qorxurdu onlara görə. Xüsusən ürəyi xəstə olan atası üçün narahatlıq keçirirdi. Onsuz da dünyası qaralmışdı. Valideynlərinə də nəsə olsaydı daha niyə yaşayırdı ki? Otaqlardakı şkafın, dolabının, servantın, televizorun üstü ağ mələfə ilə örtülmüşdü. Yerə xalça palaz döşənmişdi. Divar boyu qadınlar oturub ağlayırdı. Anası Güllü hər içəri girib çıxana qoşulub hönkürür, az qala havalanmış kimi təkrarlayırdı. İnsafsız köpək uşağı, bədbəxt etdilər balamı, acından köpük qusan alçaqlar, öldürdülər qızımı.
İnarə anasını sakitləşdirməyə cəhd edir, ona su damcılatdığı valeriyan içirdirdi. Güllü özünü unutsa da arabir ağlamağa ara verəndə qızını həyətdəki çadıra yollayırdı. Get gör kişi neynəyir, onda nigaranam. İnfarkt keçirmiş ömürcü yoldaşı Rais üçün belə ağır dərdi çəkmək təbii ki, müşkilə dönmüşdü. Hər an nəsə baş verə bilərdi. İnarə də cəld həyətə düşüb çadırda lap ayaqda oturmuş atasını dəyib yenidən yuxarı çıxırdı. Özü daha ağlaya bilmirdi. 3 günə bütün göz yaşını axıtmışdı deyəsən. Kostyumda, qalstukda bir kişi çadıra girəndə Rais ayağa durdu, qucaqlaşdılar. İnarə tanımadığı gələni ancaq münasibətlərindən gördü ki, araları çox yaxşıdır. Atası neft şirkətində işləyirdi. Həmişə geyinib keçinir, xidməti maşınla gedib gəlirdi. Amma indi sanki kişinin beli bükülmüşdü. Hər dəfə tərtəmiz təraş edilən üzünü ağ tük basmışdı. İnarə aralıda olsa da onların nə danışdıqlarını eşidirdi. Ay Rais, bağışla, indicə xəbər tutmuşam, Moskvada idim. Bu nə iş idi, heç ağlıma sığışdıra bilmirəm. Demə ay qardaş, demə, belim qırıldı, səbəb nədir? Bəs ay Rais, valla heç nə bilinmir. O oğraşı bastırmışdım içəri. Dedim, yəqin qızı incidib eləyiblər, onun üçün də bu işi tutub. Narkoman idi də alçaq, gül kimi qızı bədbəxt elədi. Molla səsgüzləndirici ilə danışmağa başladı və onun səsi bütün digər səsləri batırdı. Şiə məzhəbinə tərifləyir, üstün cəhətlərini ortaya qoymağa çalışırdı. İnarə atasına yaxınlaşa bilmədi, geri qayıtdı. Bu narkoman söhbəti görən haradan çıxıb? Axı Ramilin narkoman olması barədə heç bir evlərində söhbət getməmişdi. Beton pillələrlə qalxmağa başladı. Bu pillələrdə o qədər ötüşmüşdülər ki, ilahə ilə kim tez həyətə düşəcək, kim tez evə çıxacaq. Gah bu ona keçmişdə, gah da bu bəzən biri büdrəyib yıxılmışdı. Gah bu onu keçmişdi, gah da bu biri büdrəyib yıxılmışdı. Bəzən biri dəmir məhəccərə dəyib əzilmişdi, amma bu məğlubiyyətlərindən heç vaxt qalmamışdılar. Ta ki, böyüyənədək çığırışa birəcə yarışmışdılar. Ayaq saxladı. Hər addım bir xatirə idi. İnsan yaşa dolduqca ölmüş uşaqlığını, ölmüş gəncliyini xatırlayır, için ağlayır. Amma ölmüş yaxınının xatirəsi qədər ürəyi dağlayan heç nə ola bilməzmiş, sən demə. Blokun divarları yarıyacan yaşıl rənglə rənglənmişdi. Yuxarı hissəsinə əhəng vurulmuşdu. Əhəngli yerdə divar cızılaraq yazılmışdı. Nabran super idi. 24 iyul 1995-ci il. Bunu o vaxt Nabrandan qaydanda iri mismarla ilahə yazmışdı. İşə bax, üstündən artıq 2 ilə yaxın vaxt keçib. Həmin günün elə bil dünən idi. Ataları məzuniyyət götürüb ailəni dostluq turist bazasının aparmış. Düz bir həftə ləzzətli istirahət etmişdilər. Dəniz qızmar günəş, sıx meşə, kükürtlü bulaq, səhər günəşin doğmasını, axşam batmasını birlikdə tamaşa etmələri, atalarından üzməyi öyrənmək cəhdləri, hər dəfə turbazadan çıxanda dikdən üzü aşağı qaçaraq yarışırdılar. Muxtadırdan gəlmiş ləzgilərdən
kəndin adıymış, oxuya bilmirəm. Aldıqları alça, lavaşın dişlərini qıcayaraq yemələri, meşədə ocaq qalayıb nərə balığından kebab çəkmələri, heç evə qayıtmaq istəmirdilər. Qayıdan günü hər iki bacı burunlarını sallayıb ata-analarından küsmüşdülər ki, bizi niyə aparırsınız, getmək istəmirik evə. Divara yazılmış bir üstü iki işarəsi onlara bacılara işarə idi. Yəni ikimiz birik. Onlar özlərini belə adlandırırdılar. Bir də görürdün atalarına deyirdilər: "Ata, bir kvadrat dondurma istəyir." Yaxud analarını gileylənirdilər: "Ana, bəsdir də birin kvadratı istismar etdin, adamı nə qədər işlədərlər." Nabrandan qayıtdıqdan sonra da bir müddət dillərində nabran bitib qalmışdı. Çox xoşlayırdılar. Nabran xatirələrini yaxınları ilə bölüşərdilər. Təkcə xatirələrdən birini gizləyirdilər hamıdan. Onu yalnız öz aralarında yada salırdılar. Bir dəfə ata-anaları yeməkxanaya getməmişdilər. Bunlar ikilikdə gedəsi olmuşdular. İki oğlan yeməkxanadan ta ki qaldıqları otağın qapısına qədər bunlardan əl çəkməmişdi. Onlardan biri dil boğaza qoymadan zarafatla deyirdi: "Qızlar, istəyirsiz sizin üçün bazarı bağlatdıraq, istəyirsiz texnikoma girək." Gərək ki, bu sözlər Alma Almaya bənzər filmindən götürmüşdülər. O biri isə hey Leyli Məcnun deyə qışqırırdı. O oğlanlarda nəsə bir şirinlik vardı. Növbəti günlərdə bacılar onları harada görürdülərsə pıqqıldayıb gülüşürdülər. Dəhşət gülməli hərəkətlər çıxarırdı onlar. Sanki komik aktyorlar idilər. Uzaqdan uzağa biri ürəyini tutub büdrəyirdi. Göyə sevgidən birtəhər olub. O biri gözlərini bərəldib ovurdlarını şişirdirdi. Barmaqları ilə də özünə buynuz qoyurdu. Kişi tayfası ilə elə də arası olmayan ilahə etiraf edirdi ki, onları görməyəndə darıxır. Hətta bir dəfə onlardan biri ilahənin ovucuna sevgi məktubu da basmışdı. Adları da qəribə idi oğlanların: Elvar, Elqal. Dəhşətdir. O vaxt o nabranlı günlərdə kimin ağlına gələ bilərdi ki, ilahə heç 2 il keçməyəcək həyatla vidalaşacaq. Blokla qaçışan uşaqlar yüngülcə toxunaraq İnarəni xatirələrdən ayırdılar. O yuxarı qaçmağa davam etdi. Açıq qapının qabağında o qədər ayaqqabı düzülmüşdü ki, hər dəfə içəri girib çıxanda boş yer tapıb ayaq qoymaq çətinlik törədirdi ona. Anası sakit-sakit ağlayırdı, arasında da təkrarlayırdı: "Acından köpük qusanlar, bədbəxt etdilər balamı." İçəri qara örpək bağlamış bir hamilə gəlin girdi. İnarə key kimi idi. Gəlin onu qucaqlayıb öpdü, hönkürdü. Sonra da özünü Güllünün üstünə atdı. "Ay Güllü xala, bu nə işdir başımıza gəldi?" Güllü əməllicə qıyıya çəkdi. "Ay ilahə, Reyhan gəldi, üstüvə Reyhan." Qucaqlaşıb ağlaşdılar. İnarə Reyhanı tanıya bilməməsinə təəccübləndi. Bacısının ən yaxın rəfiqəsi idi. İlahədən bir ay sonra ərə getmişdi. Ailə həyatı onların get-gəllərini kəsmişdisə də, hər ikisi İnarəni görəndə bir-biri üçün burunlarının ucu göynədiyini söyləyirdi. Reyhan dəfnə gəlməməsinin nənəsinin xəstələnməsinin səbəbindən rayona getməsi ilə izah edib zürxahlıq elədi. Güllü isə dil deyirdi: "İlahə ilə həmişə bəhsə girərdiz. Biriniz təzə geyinəndə o biriniz də geyinərdiz. Biriniz 5 alanda o biriniz də almaq istəyərdiz. Sənin qismətin yaxşı gətirdi. Qızımız bədbəxt oldu." Xəbər çatan kimi ata-anası gedib meyidi gətirmişdilər. Ramillə anası Məleykə
qızı orada dəfn edib ehsan vermək istədikləri üçün etiraz bildirdikdə Güllü qadının saçlarından yapışıb onu sürmüşdü. Çığırmışdı ki, balamı qurvatsız elədiniz, ac susuz geyim kecimsiz saxladınız, indi də ölüsünü urvatsız eləmək istəyirsiniz. Rais isə başını yerə vurub ağlayan Ramili təpikləmiş, ürəyini ovuşdura-ovuşdura onu söymüşdü. Sıxca ovurdlarını sıxmış Ramilin yöndəmsiz görkəmi kişini lap özündən çıxarmışdı. İndiyə kimi heç şəklini belə görmədiyi kürəkənli, barı hündürboy, enli kürək, gözəl göyçək olmaması ona əlavə əzab vermiş, iç dünyasını darmadağın etmişdi. Gör bir ilahə onun başını yerə soxaraq kimə qoşulub qaçmışdı. İlahi. Meyit gətirəndə dili tutulmuş İnarə bayılmışdı. Dəfində isə tabutdan zorla qoparmışdılar onu. İnarəyə bir şey də yer eləyirdi ki, bacısından heç bir yadigar qalmamışdı. Övlad yadigarı bir yana son günlərinin heç bir əşyası əlaməti yox idi. Ata-anası meyidi gətirəndə qızın əşyalarını tələb etməmişdilər. Nədənsə Ramil gildən görünür. Həmin an onlara gözlərinə heç nə görünməmiş. Əşya deyəndə ki, qızlarının cehiz vermədiklərindən onun əşyası bir-iki paltar, xırda para, məişət şeyləri ola bilərdi. Amma nə olursa olsun, heç olmasa təsəlli olardı. Dünyada ən sirli, sehirli, an intihar qərarı verən insanın son anıdır. Elədiyi son sözlər, yazdığı son məktub, xatırladığı son adam, baxdığı son mənzərə və ən nəhayət beynindəki son düşüncə. İlahəni Yasamal qəbristanlığında dəfn etmişdilər. Dəfnə gələn Məleykəgilə Ramili Güllü həyətlərindən də qovmuşdu. Cəmaatın içində olmazın sözlərini təhqir etmişdi. İnarə baxışlarının anasına zillədi. Anası Reyhanın yanında oturmuşdu. Başını yelləyə-yelləyə ağlayırdı. İnarə bilirdi ki, indi anasının qəlbində nələr keçir. İlahə siniflərindəki qızların hamısından üstün idi. Həm gözəl göyçəkliyinə, həm savadına, həm də imkanlarına görə. Reyhanın həyat yoldaşı Azər o vaxt İlahədən ötürü dəli divanə idi. Nə səbəbdən axı İlahə Azəri bəyənməyib Ramilə getdi, bədbəxt oldu. Azər bəlkə də məhz İlahənin acığına onun ən yaxın rəfiqəsini aldı, xoşbəxt elədi. Özü gömrükdə işləyir, şəhərin lap göbəyində 3 otaqlı gözəl bir mənzili altında son model Mercedes var. Gör bir Reyhanı necə geyindirib, kecindirib, necə də xoşbəxt ailəsi var. Reyhan hamilədir. Bugün sabah da evlərində körpə qığıltısı eşidiləcək. İlahə isə cavan yaşında torpağa yem oldu. Ər evində bircə xoş gün görmədi yazıq. Özünə qayıtdığı gün qəfildən ertədən gəlmişdi. 1 saatlıq. Nə günə düşmüşdü, ay Allah. O gözəlliyi necə də soldurmuşdu həyat. Keşcə İnarə biləydi ki, bacısı gedər gəlməzə gedir. Tutub saxlayardı, qoymazdı o xarabaya qayıtmağa. Dünyada insana özü qədər heç kəs pislik eləyə qənim kəsilə bilməz. Anasının səsi onu fikirlərdən ayırdı. Məni ən çox o yandırır ki, heç bir yadigarı qalmadı balamın. Elə bil bir qonaq idi, gəldi, 5 gün, 10 gün yaşadı, getdi. Bari bir körpəsi olaydı. Onunla təsəlli tapardıq. Küncdə oturmuş Sərvinaz bibisi qıyya çəkdi. Balasız gedən balam, vay, nişanəsiz gedən gözəlim, vay. İnarə anasının halının yenə də pisləşdiyini görüb ona valeriyan içirtdi. Sonra yenə həyətə düşdü, çadıra yaxınlaşdı. Atasının bayaqki tanışı getmişdi. İndi kişi əllərini masaya dirsəkləyib başını ovuşdururdu. İnarə ona toxundu. Ata, qurban sənə biraz toxta, axı sənə olmaz.
Ömründə ilk dəfə atasının ona zillənmiş baxışlarında bir yazıqlıq, ümidsizlik sezdi. Həyat necə də qəribədir. Bir gün səni təltif edir, sevincə bələyir. Başqa gün isə hər şeydən məhrum edərək dərdlərinlə baş-başa qoyur. Çadıra bir neçə şəxs daxil oldu. Böyük qardaşı Raisə gələnlər var, qarşıla söylədi. İnsanlar dəstə-dəstə gəlib gedirdilər. Qadınlar evə, kişilər çadıra. Hamı düşünürdü ki, bununla ölənin ailəsi qarşısında öz borcunu verir. Yenə yaxşı ki, bu yas mərasimi var. Atası ilə anasının başı qarışmışdı. Ölüm sənədlərini düzəltmək, ölünü məsciddə yudurdub kəfənləmək, savadlı molla tapmaq, qəbristanlıqda yer götürmək, qəbir qazdırmaq, həyətdə çadır qurmaq, ayın oyun alıb ehsan süfrəsi açmaq, sonradan 3-ə 7-yə cümə axşamlarına 40-a hazırlaşmaq, qəbrin üstünü götürmək, bütün bu məcburi və zəruri proses itkiyə düçar olmuş ailənin üzvlərinin bir növ itkinin ağırlığı ilə təkbətək qalmaqdan uzaqlaşdırır. Bir növ onların başını qatır. Qoy ölümümüzü yaxşı götürək. Qoy ehsan süfrəmiz hamınkindən üstün olsun. Qoy başdaşı bahalı mərmərdən düzəldilsin. Qoy bunu edək, qoy onu edək və beləcə özləri də hiss etmədən yaraları qaysaqlayırdı. İnara evə qaydanda anasının hıçqıra-hıçqıra ağladığını gördü. Küsülü idik. Mən də kişi də onun o ac köpək oğluna getməsinə razı deyildik. Sən ki bilirsən, Ayaza vermək istəyirdik qızı, kişinin xalası nəvəsinə. Lap o ac köpək oğlunu qoşulub qaçandan sonra da deyirdim ki, ay qızım, daşı tök ətəyindən qayıt gəl evimizə. Biz də səni bağışlayarıq. Ayaza da qəbulsan. Deyirdi, yox, ay ana, mən onu sevirəm. Deyirdim, ay qızım, ac qarına cındır paltarda nə sevgi. Bəyəm atan səni belə böyüdüb, bəyəm indiyənədək bir ehtiyac görmüsən, şəhzadə kimi yaşamısan, bəs indi bu nə dilənçilikdir, nə rəzalətdir. Məni ələ salmaq istəyirdi, deyirdi ki, uşaqlarımız olandan sonra ata da sən də bizimlə barışacaqsan. Vay, 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 balasız qalan balam, nakam bədbəxt balam. İnara nə qədər dilə tutsa da anası sakitləşə bilmədi. Axırda Reyhan çəkib otaqdan çıxartdı ki, bəlkə anası onu görməsə sakitləşər. Həyətə baxan eyvana çıxdılar. Bir müddət çadıra gəlib gedənlərə tamaşa etdilər. Niyə öldürdü ki özünü? Reyhanın bu sualına İnara çiyinlərini çəkdi. Nə bilim, ayın 14-ü qəfil gəldi. Qoşulub getməsinin düz bir illiyi idi. Gəldi, küçə eyvanına çıxıb yenə də uşaqlıqdakı kimi yoldan keçən maşınlara bu mənim, o mənim dedi. Ana yarpaq dolması bişirmişdi. Qazandanca bir ikisini iştahla yedi. Nə üçün gəldiyin səbəbini nə illah elədiksə demədi. İçini çəkə-çəkə davam etdi. Qəfil gəldiyi kimi qəfil də getdi. Bilsəydik belə olacaq, heç qoyardıqmı getsin? Nə biləydik ki, ölümə gedir, hıçqırdı. Bir ildə cəmi cümlətanı 3 dəfə görmüşdüm onu. Bir dəfə universitetə diplomu üçün gələndə, 2 dəfə də yoldaşı poliklinikaya gətirəndə. Bu 4-cü dəfə idi. Yaman sınıxmışdı, dərdli idi. Əyin başı da pis gündə. Ana nə qədər elədi ki, eyibdir, küçəyə çıxırsan, İnarənin paltarlarından götür geyin. Gülümsədi, dedi, lazım deyil. Reyhan da ağlaya-ağlaya söhbətə qoşuldu. Mayın 25-də Filarmoniyanın qabağına yığışanda ürəyim ağrıdı onu görəndə. Yazıq qız süzülmüş kalqotka geyinmişdi. Ramilə
deyən gərək saxlaya bilməyəcəksən, niyə alıb bədbəxt edirsən yazıq qızı? Həyətdəki maşınlara ikisi də əlavə olundu. Bir Volvo, bir də Qaz 31. Onlardan 5 kişi düşüb çadıra girdi. Reyhan gərginliyi səngitmək üçün soruşdu. Onlar kimdir? İnarə könülsüz, ata qohumlarımızdandır, dedi. Reyhan çadırın girəcəyinə girib gələnləri qarşılayan gənci göstərdi. O da yəqin ki Ayazdır, hə? İnarə başını tərpətdi. Reyhan Ayazı xeyli süzdü. Gül kimi oğlandı, ay ilahə. Sən bunu bəyənməyib gör kimə getdin. Elə bil vərəmlidir o Ramil. Adam qorxur baxmağa. İnarə ah çəkdi. Ürəyinə dedi ki, Ayaz o yana Azəri bəyənsəydi, indi sənin xoşbəxtliyin onunki olardı. Adamlar gəlib gedirdilər. Sayı hesabı yox idi gələnlərin. Bu dəfə İnarə soruşdu. Azərlə gəlmisən? Əlbəttə, yəqin çadırda olar Azər. Sonra bir müddət sustular. İnarənin gözləri yol çəkirdi. Yəni doğrudan da bir də heç vaxt ilahəni görməyəcəkdi. Uşaq vaxtı evcik oynayanda bir-birinə gəlinciklərinin dili ilə xala deyirdilər. Demək İnarənin uşaqlarının xalaları olmayacaqdı. Onlar xala sevgisindən daha xala əzizləməsində məhrum yaşayacaqlar. Bu vaxt həyətdə alışıb yanan qara rəngli Range Rover avtomobili göründü. Avtomobil lap asta sürətlə irəliləyib yaz çadırına yaxınlaşdı. Sırada boş yer tapıb bir yanını səkiyə qaldıraraq dayandı. Ayda, nə qəşəng cipdir, söyləyərək Reyhan diqqətlə avtomobili süzməyə başladı. İnarə də maraqla baxdı. Hamının diqqətini cəlb edən avtomobilin ətraflı bir anda uşaqlarla doldu. Onlar ağızlarını açıb bu möcüzəyə dörd tərəfinə dolaşmaqla baxmağa başladılar. Nəhayət qapı açıldı. İçərisindən qara eynəkli, yaraşıqlı bir gənc çıxdı. Çadıra keçdi. Reyhan dərhal soruşdu. O kimdir? İnarə indiyə qədər nə bu cipi, nə də belə gənc görməmişdi. Tanımıram, dedi. Özünü də maraq oyandı ki, bu kim ola bilər? Reyhan baxışlarını heç cür avtomobildən ayıra bilmirdi. Necə də mənə tanış gəlir. Avtomobil elə parıldayır, deyərdin, zavoddan bu dəqiqə çıxıb, görünür təzə yuyulmuşdu. Bir oğlan uşağı gəlib İnarənin səsləməsəydi, onun baxışlarını heç cür cibdən qoparmayacaqdı. İniş, anan səni çağırır. Ağlaşma olan otağa keçəndə anasının ağlamaqdan qızarmış gözlərini görüb yenə narahatlıqla deyinməyə başladı. Olmaz axı sənə, biraz toxta da. Anası Reyhanı soruşdu. Cavabı gözləmədən də söylədi. Düş gör kişi necədir. Dərmanlarının vaxtı keçir. Tovla çıxart yuxarı, ac susuzdur. Bir loxma da çörək yedirdi ona. Dəhlizə keçəndə İnarəni gözü ayaqqabısını geyinən Reyhana sataşdı. Ondan nə əcəb belə tez getməsinin səbəbini soruşdu. O da bunun hamiləliyi ilə, halsızlığı ilə izah etdi. Söylədi ki, Azər məni yola salıb, özü hələ burada qalacaq. İnarə, gəl səni həyətəcən ötürüm, dedi. Pilləkənlə yenicə düşməyə başlamışdılar ki, birdən Reyhan ayaq saxladı. İstəyirsən deyim, o ciplə gələn oğlan kimdir? Biz yığışan gün ilahə onun maşınına minib getmişdi. İstəyirsən soruşum kimdir? İlahə onun maşınına getmişdi. İnarə yerindəcə donub qaldı. Təəccüblə Reyhanın gözlərinə içinə baxdı. Nə? Ola bilməz. İlahə nə üçün onun maşınına minməli idi ki? Reyhan sözlərini isbatlamağa başladı. Allah haqqı düz deyirəm. Biz filarmoniyanın yanında görüşəndə hiss etdim ki, o maşın bizi izləyir. Oğlan şüşəni salıb baxanda ürəyimdə dedim ki, nə gözəl oğlandı. Maşını da redki maşındır. O dəqiqə gözə çarpır.
İnarə çaşqınlıq içində qalmışdı. Bacısının intiharı tam müəmmalı idi. Hansı səbəbə özünü qıyması ağla belə gəlmirdi. Ehtiyat içində yaşadığı üçün, yox, özü seçmişdi axı bu həyatı. Əri incidirdi. Heç vaxt o mülayimlikdə olan bu cür sevgi ilə sevən şəxs heç vaxt İnarəni incidə bilməzdi. Əri atası demiş, narkoman imiş. Bu da ağla sığmazdı. Belə olsaydı indiyədək mütləq bir məsələ açılardı. Görünür atası söz söhbət yaranmasının deyə bu bəhanəni uydurmuşdu. Ağzı göyçəklər deyə bilərdilər ki, Allah bilir nə zibili olub, özünü öldürüb. Bəs onda niyə, hansı səbəbə İlahə bu addımı atmışdı? İndi də Reyhanın söylədikləri, bu da başqa müəmma idi. Bu gələn şəxs qohum əqrabalardan deyildi. Bu aydındır. Olsaydı İnarə onu tanıyardı. Eləcə də ailəvi tanışlarından deyildi. İlahə Reyhanla həm sinif, həm də tələbə yoldaşı olduğundan təbii ki, Reyhan bütün sinif və tələbə yoldaşlarını tanıyırdı. Demək ki, o oğlan bu sıradan da deyildi. Ramilin dostlarından, qohum əqrabasından da ola bilməzdi. Ramil Gilin cındırından cin ülkürdü. Onlar hara? Bu imkan bərk vuran oğlan hara? Bəs onda kim idi o? İlahə nə səbəbə onun maşınına minmişdi? Bugünlük bura qədər fasilə verək, daha növbəti